Əmircan sakinləri istilik enerjisinin qiymətinin səhv hesablandığını iddia edirlər. Deyirlər ki, eyvanlarda istilik xətti olmadığı halda eyvan sahəsi üçün də istilik pulu istənilir. Səbinə Həsənova Əmircanda edə reportaj var. 10 kvadrat artıq hesablanır. Suraxanı rayonu Əmircan qəsəbəsi keçid 1848 bina 10-da yaşayan sakinlər istilik enerjisindən bağlı yeni hesablamalardan narazıdırlar. Deyirlər ki, istilik haqqı yaşayış sahəsinə görə deyil, ümumi sahəyə əsasən hesablanır. Sakinlərin sözlərinə görə bu hesablamaya eyvan sahəsi də daxil edilib. İndiyə kimi ödəyir 62 kvadratla yaşayış sahəsinə görə. İndi eləyiblər ümumi sahə. Ümumi sahədə yaxşı deyək, bu paraxocudur, plandır, bu keçiddir, bu koridor plan. Bəs balkonunda balkon çıxsınlar da, çıxmalı deyirlərmi? Bu ay ilk dəfə belə deyək də, eyvana görə ödəniş. İkinci dəfə gəlir bu qayda, 38 manata yaxın. Ümumi uzunluğu hardasa bir 7 metr var, enincə bir 1.30 yerindədir. 7 metr elə 10 kvadrat. 10 kvadrat artıq hesablanır. Sakinlər bildirirlər ki, eyvanlarda heç bir istilik xətti mövcud deyil və buna baxmayaraq həmin sahəyə görə ödəniş edilməsi ədalətsizlikdir. Məsələ ilə bağlı Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, 2023-cü il 5 sentyabr tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş istilik enerjisindən istifadə qaydalarında göstərilir ki, mənzillərin istilik haqları, istilik ödənişləri ümumi yaşayış sahəsinə görə hesablanır, açıq eyvanlar istisna olmaq şərti ilə. Qurum rəsmisi eyni zamanda sayğaclaşdırma ilə bağlı məsələyə də aydınlıq gətirdi. Bu il pilot layihə olaraq Nizami rayonunda bir neçə binaya sayğac qoyulub, amma hesablamalar hələ ki həmin binalarda da hətta sayğac vasitəsilə aparılmır. Bu yalnız pilot layihədir. Eyni zamanda bildirildi ki, pilot layihənin nəticələrinə uyğun olaraq növbəti illərdə sayğaclaşdırmanın tətbiqi mümkün ola bilər.